Bax, buranın hamısı asfalt olub. Bunlar sübutdur. Baba, görürsən, baba, asfaltdır. Asfalt olubdur, gəl sübut edirəm. Fakt, çəkiliş edib, göstərmə. Vardın özü kimi sübutdur, oradan da bu asfalt olubdur. Mövcud olan asfalt örtüyünü qazıb su kanalizasiya xətti çəkdilər, asfalt vurmadan getdilər. Söhbət Gəncənin Cavad Rəfibəyli 2 ünvanından gedir. Məsələ burasındadır ki, təxminən bir müddət öncə ərazidə su və kanalizasiya xətti tamamilə dəyişdirildi. Qazıntı işləri aparılan zaman sakinlərə bildirildi ki, işlər bitdikdən sonra ərazi asfalt örtüyü ilə təmin ediləcək. Lakin verilən vəd əməldə yox, sözdə qaldı. Sakinlər aldadıldıqlarını küçəyə su kanalizasiya xəttinin ardından sayğaçların quraşdırılmasından sonra anladılar. Daha dəqiq desək, işlər tamamilə görülüb. Su və kanalizasiya xətti çəkilib, sayğaçlar quraşdırılıb, amma asfalt örtüyü vurulmayıb. Kanalizasiya çəkdilər, suyu çəkdilər. Dedilər, sayğaç qoyulan sonra asfalt olacaqdı. Bu dölmə asfalt olur vaxtı ilə. Suyu çəkdilər, dağıtdılar, elə də qoydular, getdilər ki, bizlik deyil. Gedin, asfaltınızı saldırın. Nə qədər hər yerə müraciət edirəm ki, baxan yoxdur, şikayətə baxan yoxdur. Xahiş edirik ki, bizim xahişimizi nəzərə alıb bu asfalt olsun. Çünki bütün dölmələr, Cavad Rəfibəyli hər yer asfalt olur, bu dölmədən başqa. Bura kimi asfaltı çəkiblər, bura kimi asfaltdır. Burada sayıqlı 4 metre. Buradan belə qalıbdır. Ödə xırcın gətirib tökdülər ki, asfalt gələcək. Baba, xırcını tökdülər. Xırcını tökdürdüm, başa kimi asfalt gəlmir. Hər şey sübutdur da, faktdır. Mən belə danışmıram. Hər tərəf, 4 tərəflər, bütün küçə, aşağı texnik peşə məktəbin yanı asfaltdır. Ondan sonra o tərəf asfaltdır, ora asfaltdır. Bu tərəf asfaltdır, bir dənə qalıb buracaq. Cavad Rəfibəyli 2 ünvanında təxminən 20-yə yaxın ailə yaşayır. Yaşayış masivi indi keçilməz vəziyyətdədir. Yağan yağışlar sonrası dərin gölməçələr, yağış sularının yaratdığı dərin palçıq qatları hökm sürür. Ən acınacaqlı vəziyyət isə odur ki, məsələnin həlli istiqamətində heç bir tədbir görülmür. Sanki belə də olmalı idi. İşə aparan podratçı şirkət başda olmaqla digər aidiyyatlı qurumlar problemin aradan qaldırılması istiqamətində real addımlar atmaq istəmir. Belə olan halda əziyyəti sadə sakinlər çəkir.